Abdım mənim, bu gözəl oğlanım mənim nəvəmdir. 8-də oxuyur, dərslərini çox gözəl oxuyur. Xeyli tərifləmələri var. Deməli, hardasa 5-ci ildə də tar məktəbinə gedir, tar məktəbinə. Çox gözəl də öyrənibdir. Hardasa bir dəfə Grand Prix mükafatı alıb. Ümumiyyətlə 3-4 dəfə yaxşı konsertləri olubdur. Harda olub konsertlərin? Filarmoniyada. Filarmoniyada konsert verir orada. Deməli, bu 13 yaşında gözəl tar çalır. Mən özüm də tar çalıram. Mən elə bir şey özüm öyrənmişəm də. Universitetdə oxuyanda 2-ci kursda bir tar almışdım özümə. Yavaş-yavaş da qulaq asa-asa muğamları öyrənmişəm. Amma bunun məktəbinə gedib gözəl də istəyir o muğamlar olsun, bəstəkar mahnıları, nədir, Koroğlunun Taki uverturası olsun, hamısını gözəl ifa edir. Zaman necə tez uçub gedir. Elə bil dünən olmuşdum Cəbrayıl qəhrəmanın evində. Yurt həsrətini, el-oba ağrısını, ananın dilindən doğma dərd kimi necə hönkürməsi indi də yadımdan çıxmır. Yenə həmin evdəyik. Cəbrayıl müəllim o olaylardan 18 ildən çox vaxt keçdiyini söyləyəndə təəccüb qarışıq bir gizilti keçdi ürəyimdən. Həmin gizilti yurd ağrısına qarışdı. Yurdu talan olan ağlar, Gülüstanı solan ağlar, sən ağlarsan, balan ağlar, ağlama ana, ağlama. Şeir Cəbrayıl qəhrəmanın Dünya Sevgi Yaşındadır kitabından götürülür. Cəbrayıl müəllim, xoş gördük. Xoş gün olsun. Bu mənə tanış evdə, eşdə, doğma ocaqda. Baxıram, hər şey yerindədir, hər şey öz qaydasındandır. Uşaqlar da maşallah böyüyür, köçəni var, ailə quranı var, evdən ev ayrılanı var, laf gözəl. Bir sakinin yeri görünür burada. Rəhmətlik ananızın yeri görünür burada, bu evdə. Biraz söhbətə bu notla başlamaq dilxorçuluq yarattı. Ana müqəddəsdir, nə olur? Müqəddəsdir, müşahidəmi deyirəm. Bu mənada nə dəyişilik? Bizim o ASTV-yə siz çəkdiyimiz vaxtdan demək olar ki, bir 18-20 ilə kimi vaxt keçir. Bəli, 20 ildən çoxdur. 20 ildən çoxdur. Özdə bir neçə dəfə olubdur. Hə, çəkiliş bir neçə dəfə olub. Otaqların birində ananı çəkmişik. Deyəsən, arxa otağı hansıydı. Nə dəyişib bu 20 ildə, 22 ildə, 18 ildə? Çox sağ olavdım mənim. Xoş gəlmişsiniz bizim evə. Deməli, bu illərdə ən möhtəşəm dəyişiklik deməli yurtlarımızın işğaldan azad olunmasıdır. Çox böyük fərəh hissi keçirdik. Bir də dediyiniz kimi həmən illərdə anamla görüşmüşdünüz, müsahibə almışdınız. Düzdür. Anam hardasa 5 ilə yaxındır ki, dünyasını dəyişibdir. Bizim yurtlar ölənlərin rəhmətlik. Yurtlarımızın azad olunmasını gördü. Şükür, böyük şeydir.
kəndə getmişdim. Çox ağır vəziyyətdə idi, xəstə idi, gedəmədim. Kənddən su gətirdim, su içdi. Dedi, şükür bu günə ölmədim, yurtlarımızın işğaldan azad olunmasını gördüm. Avdun müəllim, deməli, yurtlarımız işğalda olanda biz dəfələrlə görüşmüşük. Dərdimizi bölüşmüşük. Yurtsuzluqdan danışmışıq, yurt həsrətindən söhbət salmışıq. Gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə edən gözəl verilişlər çəkmişik. Yadımdadır, mən o vaxtı bir dəfə yadımda dedim ki, Almaniyanın paytaxtı Berlin şəhərində vağzalda deməli, hər gün bir elan səslənir. Berlindən Gönsbergə gedən qatar 1 saatdan sonra yola düşməyəcək. Bunun mənası odur ki, yəni Gönsberg bizimdir. 2-ci Dünya müharibəsində onu ruslar alıbdı, adını da Kaliningrad qoyubdu. Yəni gənclər, yeni nəsillər bilsin ki, ora bizimdir. Biz də heç vaxt o yurtları unutmadıq. 28 il biz də sözlə, qələmimizlə mübarizə apardıq, siz verilişinizlə mübarizə apardınız və şükür ki, o yurtlarımız işğaldan azad olundu. Həmən dövrdə biz yuxuda da o kəndimizi, doğma yerləri görəndə sevinirdik. Mən belə bir şeir yazmışdım. Necə xoşbəxt idim yuxuda Allah, erlərin qayıdan köçünü gördüm. Nura boyanmışdı qənərsiz Şuşa, gözəl Qarabağı, Laçını gördüm. Baxdım, o dağlara doyuncan baxdım, zirvədə buludun əlini sıxdım. Sevindim, yuxudan sevincək qalxdım, ayıldım, ağrını, acını gördüm. Sonra bir şeirimdə deməli yazmışdım ki, Allah qismət edə baxan dünyaya, həsrətin bir yolluq bitən yerindən. Vüqarlı dağlara bir salam verəm, əlimin göylərə yetən yerindən. Bostanım saralıb, uralanıbdır, ürəkdə həsrətdən od qalanıbdır. Dağlar dağa dönüb sıralanıbdır, qəlbimin ağrıyan vətən yerindən. Bu səpkidə şeirlər yazırdıq. Yurtlarımız işğalda idi. Şükür bugünə ki, həsrətin bir yolluq o bitən yerindən dünyaya baxırıq. Deməli, yurtlarımız işğaldan azad olunandan sonra, yəni möhtəşəm qələbədən sonra bir neçə dəfə, 5 dəfə Laçında, Şuşada, Ağdamda, Xankəndində, bütün o azad olmuş rayonlarda olmuşam. Hansı təəssüratla və necə? Ürəyin özündən qabaq uçmurdu ki? Bəli, ürəyim özümdən qabaq uçurdu. İnanmırdım ki, mən ora gedirəm. Deməli, yollarda maşının işləməsini görəndə, adamları görəndə, bu Qarabağ torpağında belə həyəcan məni basırdı. Doğma yerləri ziyarət elədim, ata-babalarımızın qəbirlərini ziyarət elədim. Saraşığın məzarını ziyarət elədim, onun dağıdılmış abidəsini. Deməli, erməni vandalları Aşığın Saraşığın abidəsi yerinə deməli yeksan ediblər. Sonra bir şəkil göndərmişdiniz bana, atanızın Bəli, atamın qəbri dağılmışdı. Ora getdim, deməli qəbirstanlıqda əksər qəbirləri deməli tamamilə dağıdıblar. Dağıdıblar. İndi yavaş-yavaş deməli cəmaət bərpa edir. Cəbrayıl qəhrəmanın atası İsmail kişi adlı sanlı sınıfçı oldu. Bütün Zəngəzurda o müdrik kişini yaxşı tanıyırdılar. Taleyin qismətinə bax ki, bir yastığa baş qoyan doğmaların biri Dədə-Baba yurdunda, o biri isə 86 yaşında Sulu Təpədə torpağa tapşırdı. Qələbədən sonra kəndə ziyarətə gedən Cəbrayıl qəhrəman atasının dağıdılmış qəbrini acı heyrətlə seyr eləməkdən başqa əlacı heç nəyə çatmadı. Budur ağrı acıya məhkum bir millətin taleyi. Avdun müəllim, siz anamla söhbət eləmişsiniz, ondan müsahibə almışsınız. Anam doğrudan sinə dəftər idi. Gözəl danışığı və bayatıları var idi. Gözəl, özü də bayatılar qoşurdu. Hətta bir-iki şeir də yazmışdı. Mən o bayatıları, şeirləri özümün son çıxan, 2023-cü ildə çıxan Dağların Təbəssümü kitabında deməli onları mən vermişəm. Nə gözəl. Buyurun, deyə bilərsiniz. Orada vermişəm. Deməli, mən kəndə gedib qayıdandan təxminən 2 ay sonra anamız dünyasını dəyişdi. Allah dünyasını dəyişən bütün analara, vətənsiz köçən ata-analara rəhmət eləsin. Anamın o bayatılarından biriksin demək istəyirəm. Buyur.
daim o söhbət edəndə onlara deyirdi, bu yol heşana gedər, aşar keşana gedər, vətən dərdi mənimlə gora nişanə gedər. Getdi dedi. Gecələr gecə keçər, gündüzüm də gecə keçər. Mənimki ahva ilə, sizinki necə keçər? Mənim anam öz anam, qoynu dolu köz anam. Qələbə olar, səbr elə döz anam. Əzizim vətən sarı, yol gedir vətən sarı. Tanrım qismət eydiyə qaydaq vətən sarı. Anam dünyasını dəyişəndən sonra mən ona bir neçə şeir, bir silsilə şeirlər həsr etmişəm. Onlardan birin çox yaxşı olar. Allah'ın haqqı, Allah haqqıdır. Oxuyardım. Haqdan, ədalətdən gileyli anam. Qəlbi açılmadı, sozaldığı getdi. Dilinin əzbəri, vəfa, etibar. Dünyada etibar azaldığı getdi. Bir dağ çeşməsi idi o yaranışdan. Ruhu güc almışdı bahardan, qışdan. Ürək bulandıran bir nahaq işdən alışdı, tutuşdu, köz olduğu getdi. Hardasa qırıqlıq, dərdisəri idi. Ruhumun ən rahat, isti yeri idi. Sözə aşiq idi, söz zərgəri idi. Tanrı dərgahından söz aldı, getdi. Bir baxışla qəlbi duyub bilərdi, qonşu ilə tikəni yarı bölərdi. Hamıya xoşbəxtlik, xoş gün dilərdi. Həyatdan dərsini düz aldığı getdi. Yaxşılıq edərdi, vurmazdı üzə. Aşıq yaranmışdı doğruya, düzə. Fəqirə, məzluma bir kimsəzə ömrün sonunacan göz olduğu getdi. Vətənsiz ağlayıb kiriyən anam, ömrünü qarboran bürüyən anam. Zülmətdə şam kimi əriyən anam, yolların ağına düzəldi getdi. Ən şirin kəlmədir adı dilimdə, ona təslim oldu, qəddar ölüm də. Elin yaddaşında, elin qəlbində bir şirin xatirə söz oldu getdi. Heç kimin sönməsin yurtda çırağı, yurt həsrəti yaman olur qardaşım. Xəyalda gəzirəm meşəni, dağı, göz ürəyə daman olur qardaşım. Gedib ağzımızın dadı, ləzzəti, sərvətə dəyişdik xətiri hörməti. Biçarə qaşqının dönük qisməti aha dönür, aman olur qardaşım. Puç oldu həyatda arzu diləyi, üzü gülmür, ağı olub çörəyi. Gecə gündüz nalə çəkir ürəyi, inildiyən kaman olur qardaşım. Günləri ah olur qəlbi dağlının, yolları açılsın yolu bağlının. Gözü yolda qalan insan oğlunun göz dikdiyi güman olur qardaşım. Cəbrail, vaxt gələr, bitər qəmimiz, açılar eynimiz, gülər üzümüz. O doğma yurtlara qaydarıq biz, dərdə məlhəm zaman olur qardaşım. Güləbird də, Laçın da, Qubatlı da və bir də Zəngilan. Bunlar Şərqi Zəngəzur adlanır. Digər ermənilərin işğalında qalanlar isə Gorusdur, Qafandır, Siyandır. Bunlar isə Qərbi Zəngəzurdur. İndi biz bugün Şərqi Zəngəzurla bağlı söhbət edirik. Onun bir parçası olan Laçın, Laçının da bir kəndi, bir obası olan Güləbirdlə bağlı. Buyurun, tarixinlə, yerləşməyi ilə, məskunlaşmağı ilə, hardan köç salıb gəlməyi ilə bizi və tamaşaçılarımızı tanış edin. İndi qırıq danışmırsınız, çünki torpaqlar artıq öz sahiblərindədir. Biraz qürurlu danışırsınız, baxıram. Biraz kövrək deyilsiniz. Allah heç birimizi, millətin heç bir övladını kövrək eləməsin. Ağrı, qəm, yurt, torpaq ağrısı verməsin. O cümlədən Güləbirdlilərə də və sizə də buyurun. Bəli, aldım mənim. Doğrudan o qabaqki müsahibələrimiz çox ağırlı idi, üzgün idik. Belə desək baş aşağı idi, ürəklə müsahibə də verə bilirdik. Sadəcə ağrını bölürdük. Ağrıları bölüşdürürdük. Bir də elə verilişlər hazırlayırdınız ki, biz inamımızı itirməmişlər. Bir gənclər bilsin ki, necə olubdu, bu hadisələr nətər baş veribdir. Hər halda haqq bizim tərəfimizdir. Biz bunları aşılayırdıq. Zəngəzurdan dedim, Zəngəzurun ehtimologiyası ilə bağlı çoxlu fikirləri var. Mənim ən ağlıma batan versiyalarından biri odur ki, Zəngəzur iki sözün birləşməsidir. Biri zəngidir, bir də surdur.
Bu Zəngi qoçaqlığı ilə, igidliyi ilə qəhrəman olan qədim türk tayfalarıdır, Zəngi. Zəngilər, bəli. Şurada deməli ərəb dilində qala, bürç, daş, istehkam, divar bu mənası göstərir. Yəni ərəblərin bu torpaqlara yürüşü zamanı bu Zəngi tayfaları onlara qarşı mərdliklə mübarizə aparıb, müqavimət göstərib, sözsüz ki, qalalar tikib. O qalalardan birini mən görmüşəm. Deməli, Qarakilsə rayonunda indiki Siyan deyirlər. Bəli. Orada Şəki kəndi var. Orada Şəki qalasını mən görmüşəm. Hətta tarixdən belə məlumat var ki, Cənubi Azərbaycanda Bəz qalasında yerləşən Babək o Şəki qalasına gedərkən erməni səhri Sunbatonu satıbdı. Onu Şəki qalasında ərəblər orada tutub. Yəni o torpaqlarda qalalar çoxdur. Deməli bizim kənddə 8 kəndin birləşməsidir. Yuxarı Məzməzəkdir, aşağı Məzməzəkdir, Orta Obadır, Abbas qışlağıdır, Novruzallardır, Rəfidir, Bayramuşaqdır. Bir də Güləbirdin hal-hazırda yerləşdiyi yerdə bir balaca kənd olub, Güləbird obası. Əslində o kəndlərin çoxu Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmədi. Onun Qaradağ adı verilsəydi daha yaxşı, Qaradağlı daha doğrusu. Çünki orada Qaradağlının 500-600 mən uşaq vaxtı görmüşəm. Kalafalar vardı, qalıqlar vardı, böyük bir kəndidir. Saraşığın elə özü də oradan gəlib Cənubi Azərbaycan. Deməyim odur ki, həmən 7-8 kənd yoxdur. Onlar bir-birindən aralı, amma xeyir-şərləri bir olan kəndlər olublar. 1956-cı ildə Sovet hökumətinin qərarı ilə Həkəri çayının kənarına köçürüblər ki, su boldur, yaxşı coğrafi mövqeyi var, yaxşı münbit torpağı var. Burada təsərrüfat inkişaf elətdirmək olar. Doğrudan da 500 evlik çox belə bağlı bağatlı bir kənd salınmışdı, Güləbird kəndi. Güləbird kəndində deməli böyük müasir tipli klub vardı, deməli mədəniyyət evi vardı, rabitə qurşağı, deməli 500 şagirdlik tam orta məktəb vardı, bir tikiş sexi vardı, kəndin girişində körpünün gözündə bayatı pavilyonu vardı. Onun biraz aşağı tərəfində bir yanacaq doldurma məntəqəsi, 12-dən çox deməli ticarət yaşa obyektləri var. Güləbird çox böyük kənd idi. Ümumiyyətlə Laçında 125 kənd olub. Onların ən böyüyü Minkənd kəndi idi. İkinci bizim kəndi idi. Güləbird kəndi. Zəngəzur mahalının qədim tarixi keçmişi, görkəmli şəxsiyyətləri ilə məşhur olan obalarından biri də Güləbird kəndidir. Kəndin sinə dəftər, ağzı dualı nənələri, qan barışdıran ağsaqqalları bir deyil, 5 deyil, onlarcadır. Qonaqpərvər cəmaatı, Respublikada tanınan ziyalıları, alimləri, yazarları adlandı. Yurdumuzu yağlardan qoruyan igid övladları Qorxmaz Eyvazov kimi milli qəhrəmanı olub bu yurdun. Bu Güləbird kəndinin ki, dedim 8 kəndin birləşməsidir. Burada vaxtı ilə o Zəngəzurun bütün kəndlərinin olduğu kimi burada erməni təcavüzləri, hücumları olubdu və onun layiqli cavabını veriblər deməli kəndimizin, Laçının igid, cəsur oğulları. Deməli yadımdadır 1992-ci il 8 may idi. Şuşanın alınması günü idi. Çox belə dilxor vəziyyətdə çıxmışıq evin, o Şəmir kişinin evinin arxasında bir təpə vardı. Orada cavanlı, yaşlılı və yığışmışıq. Nəsə yollar axtarırıq, nə etmək lazımdır. Bir də gördük ki, Şəmir kişini yorğanın arasına büküb xəstə idi. 90-a yaxın yaşı vardı. Aparırlar oğlunun maşınına tərəf. Qonşusu rəhmətli Eldar dedi ki, o da burada rəhmətə getdi Eldar. Dedi Şəmil əmim 3-cü dəfədir bu hadisələri yaşayır. Yəni 1905-7-ni də görmüşdü, yaşlı adamıdır. 1918-20-ci ili də görmüşdü. Bir də 90-cı illəri deyirdi. Keçən əsr əvvəllərində Andraniki, Nijdenin, Dronun, o daşnaq dəstələri deməli bizi həmin o kəndlərə hücumlar edibdi. O vaxtı Laçının Xosrov bəy bilirsiniz, Sultan bəy, onun qardaşı, sonra Topçu Fərzalı olubdu, Ağammət bəy olubdu, Dəli xanlar, Ofsu Sultan, Kişi Tavat, bu kimi cəsur oğul və qızların rəhbərliyi ilə onların deməli Andranikin dəstələrin bildiyi kimi Zabıq dərəsində qarşısı kəsilib, qanlı dərə deyilir. Orada Andranikin bütün qoşunların darmadağın edirlər.
Orada Tat dərəsi var, ona Tat qırğını deyirlər. O dərədə onları da deməli qırıblar. Son 1-ci Qarabağ müharibəsində də Laçından 318 nəfər adam deməli şəhid olubdu. 1988-94-cü illərdə 1-ci Qarabağ müharibəsi dövründə də Laçının igid-oğulları da oradan cəsur döyüşüblər. Onların 6 nəfəri Azərbaycanın milli qəhrəmanıdır. Onların biri də mənim sevimli şagirdim, anamın deməli maması nəvəsi Qorxmaz Eyvəzov, milli qəhrəmandır. Bizim kənddən elə 12 şəhid olubdur. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin ki, onların ruhu indi şad bu şəhidlərimizin. Biz o doğma torpaqlara qayıda bilirik. Cəbrayıl Qəhrəman 1958-ci ildə Laçının Güləbird kəndində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirir. Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsilini davam elətdirir. 1981-92-ci illərdə Güləbird Orta Məktəbində fizika müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir. Tanınmış şair və jurnalist Şahmər Əkbərzadə 1988-ci illərdə Azərbaycan Gəncləri qəzetində "Od dağlara yanan gərək" məqaləsində Cəbrayıl Qəhrəmanovu Laçının bir çox qabaqcıl müəllimləri ilə yanaşı maarif işığı kimi qiymətləndirir. 1992-ci ildə Laçının işğalından sonra Cəbrayıl Qəhrəman Bakı şəhərində məskunlaşır. Bizim Avdı müəllim Güləbird kəndində 24 nəsil olubdu. 24 nəsil olubdu. Mən bunu 2013-cü ildə Ömür bitər, yol bitməz kitabında geniş tarixin, şəcərəsinin, hardan gəliblər, onları yazmışam. Ən böyük nəsil Oruç Məmməd nəslidir. Novruzallar nəsli var, deməli bəy tərəfi var, Qasım bəylilər var, bizim nəsil qəhrəmanlar var, Hacı Sadıqlar var, Nəzərlər var, Alım uşağı idi, Həsən Alım uşağı idi və digər də 24 dediyim kimi nəsil var idi ki, bunlar da vaxtı ilə 3 yerdən gəliblər. Cənubi Azərbaycanın Qaradağ mahalının əsas hissəsi, bir hissəsi deməli əsasən bəy tərəfi Türkiyədən gəlibdir. Üçüncüsü isə indiki Bərdə rayonunun 2 kəndindən, Alaçadırlı və Qazqurdalı kəndindən. Mənim atam tərəfimdə Bərdənin Alaçadırlısından gəlibdir. Ana tərəfimdə Cənubi Azərbaycanın Qaradağ mahalındandır. Bizim kənddə ağsaqqal vardı. Uzun müddətdə kolxoz sədri Məmmədov Umud, anamın əmisi oğluydu. O danışırdı ki, görürsən, bax bu nəsillər də həyat tərzinə görə bir-birinə fərqlənir. Bax, Qaradağ mahalından gələn ən çox sözə, sənətə meyillidir, köçəri həyata, heyvandarlığa meyilli cəmaatdır. Bərdə tərəfdən gələnlər əkinçiliyə daha çox meyilli idi. Bostan tərəvəz görsən əkirdilər. Bu bəy tərəfi də, Türkiyədən gələnlər də ən çox at saxlamağa, yorğu atlar saxlayır, at həvəskarlar, döyüşkən idilər o bəy tərəfi cəmaatı. Kəndimizdə bax bu 24 nəsildən xeyli ziyalılar vardı. Hətta Respublika miqyasında tanınan, anam tərəfdən olan Oruç Məmməd nəslindən Hüseyin Abdullayev Respublikada tanınmış adamıdır. O Zəngəzur qəzasında, Cəbrayıl qəzasında isbalkom işləyib o vaxtı. Hətta da kəndimizin 56-cı ildə o 7-8 para kəndin orada toplanmasına da o kişi təşəbbüs göstəribdir. Sonra Səbahəddin Eloğlunu tanıyırsınız, şair polisi. Demək, Azərin forumunda Qlavlitin sədri idi. Sonra Zəngəzur qəzetinin baş redaktoru idi Səbahəddin Eloğlu. Qəzənfər Hüseynovdur, tanınmış adamdır, hal-hazırda yaşayır. Bizim o nəsillərdən ən məşhur ziyalılardan biri Slavyan Universitetində Qulamırza Qasım bəyli olubdur. Bir də mən Bakı dövlətdə oxuyanda çox yaxşı ziyalı idi, tanınmış iqtisadçı alim idi Adil Qasımov. O zaman Bakı dövlətinin də partkomu idi Adil Qasımov. O kəndimizə fəaliyyət göstərən yüksək savadlı ziyalı müəllimlərin də o əməyi nəticəsində xeyli Güləbird kəndindən yüksək və orta məktəbi yüksək səviyyədə qurtarıb ali məktəblərə qəbul olublar. Hal-hazırda Respublikanın burada müxtəlif sahələrdə, məhsul işlərdə çox belə şərəflə, ləyaqətlə çalışırlar. 34 saylı Laçın tam orta məktəbində müəllim işləməklə yanaşı, elmi tədqiqat pedaqoji elmlər institutunun dissertanturasına daxil olub, 95-2000-ci illərdə
fizikanın tədrisi metodikası sahəsində tədqiqat işləri aparır. 2000-ci ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. 20 ildən çox respublikada tanınmış hazırlıq mərkəzlərindən birinə Bilik Hazırlıq Mərkəzinə rəhbərlik edir. Bu Güləbir kəndindən nə qədər yüksək ziyalıları saysaq da desək də bizim kənd Saraşığa görə tanınıbdır. Belə buradaca söhbəti saxlayaq. Saraşıqla bağlı bilirəm ki, Bəli. tədqiqatçılar çox olub. Elə sizin Laçından. Bəli, bəli. Rəhmətli Hüseyn Kürdoğlu idi. Kürdoğlu, Elə hə. son vaxtda İlham Qəhrəman da, İlham Qəhrəman da bu maraqlanır. vaxtdan Əhliman Axundov Saraşığın bayatılarını toplayıb çox kitab halında. nəfis şəkildə. Evet, bəli. İlham Qəhrəman çox yaxşı. Evet. İndi bu Saraşığın da populyarlığına söhbət yox. Aydın məsələ. Populyar Bəli. el sənətkarıdır, bayatı ustasıdır. Folklor tariximizdə özünə məxsus yer tutan böyük sənətkardır. Saraşıq Bəli. hardan gəlib sizin Güləbirdə? Onun oradakı fəaliyyəti, sevgilisi yaxşı var idi. Bəli, bəli. Saraşıq və yaxşı dastanı şəklində Bəli. populyardır bu məsələ. Bunlarla bağlı geniş bir təəssüratını bildirərdiniz bizə və tamaşaçılarımıza. Buyurun. Bayaq dediyimiz kimi soruşanda ki, hardansan? Güləbirdən, Saraşığın kəndçisən. Ancaq elə toxunur Bu bilinir. Bakının rəmzi simvolu qız qalası olan kimi Güləbir kəndinin də simvolu Saraşığın abidəsi idi və onun məzarı idi. Güləbir kəndindəki tarixi abidələr deyəndə Saraşığın məzarı idi 17-ci əsr. Onun yanında Sultanbud türbəsi vardı. Aşığın məzarına yaxın olduğuna görə Aşıq Günbəzi də deyirlər. Onun içərisində də Bayatı muzeyi düzəltmişdilər. Bayatı muzeyi yerləşirdi. Onun 5-10 addımlığında həmən o bayaq dediyim Qaradağlı kəndinin böyük bir qəbirstanlığı vardı. Həmin qəbirstanlıqda o da tarixə, deməli böyük at, qoç fiqurları daşdan, at, qoç fiqurları var, daş sandıqlar vardı. Və həmən o abidədən bir 2-3 kilometr yuxarıda Yazı düzü deyilən yerdə Səfəvi dövrünə aid qız qəbri kurqanı vardı. İnsanların qədim yaşayış məskənlərini göstərən qaya yarmalarıdır, zağalar vardı. Saraşığın məzarının yanındakı abidəni 20-ci əsrin 80-cı illərində Səbaheddin Eloğlunun təşəbbüsü ilə, köməyi ilə düzəltmişdilər. İndi həmən abidə yerinə yeysandır. Erməni vandalları tamam. Səbaheddin də Güləbirdəndir. Güləbirdəndir. Oruç Məmmədlər nəslindəndir. Anam olan nəsildir. Tamamilə dağıdılıb, deməli yerinə yeysan olubdur. Sarı Aşığın qəbri ilə üzbəüz çayın o üzündə onun sevgilisi Yaxşının qəbridir. Bunlar üzbəsurat belə baxırlar. Aşığın bir bayatısı var, mən aşıq tərsinə qoy, tərtəni tərsinə qoy, Yaxşının qibləsinə, aşığı tərsinə qoy. Doğrudan da onlar üzbəüzdür. Və yaxud bir bayatısı var, deyir, mən aşıq oyar mənim, qəlb bağrım oyar mənim, Məkkəmdir, Mədinəmdir, qibləm də oyar mənim. Elə bir Sarı Aşığın qibləsi o Yaxşıya tərəfidir. Ora tərəf baxırdı. Yaxşının da qibliyə tərəfidir, Sarı Aşığa tərəfidir. Bu qələbədən sonra Laçına, Şuşaya, Kəlbəcərə gedən yolu xeyli genişləndirdi. O böyük bir yol salıblar. Həmin ərəfədə Yaxşının qəbri o yola düşdü. O qəbri tarixini pozuldu, onu götürüb çıxardıb belə gətirib Sarı Aşığın məzarının yanında dəfn ediblər. Demək, sağlığında qovuşmayan sevgililər 350 ildən sonra yadımdadır ki, Yaxşının məzarı bizim evindən düz üzbəüzdür. Həmən məzarı da Qubadlıdan çox xeyirxah bir adam var idi. Mir Məhəmməd ağa, Mir Sədoğlu'nun oğlu, həm şairliyi vardı, həm xeyirxah adam idi. Bax, yadımdadır ki, o poş yol deyildi. Oradan belə o dağın döşünə yol çəkmişdi. Hasar almışdı o məzarı. Ağac əkmişdilər yanına. Deməli, oradan keçən adamlar maşını saxlayıb çıxıb ziyarət edirlər. Nəzir qoyurdular, bax, Yaxşının qəbri. Yadımdadır ki, çayın o tayında. Sarı Aşığın bir bayatısı var. Mən aşıq qala yeri, yurt yeri qala yeri. Qiyamət o gün qopar, el köçə qala yeri. Mən bu bayatıdan təsirlənərək böyük bir şeir yazmışdım. Mən onun 3-4 bəndi görüm yadıma düşsə. Taleyə bax, el köçdü, qaldı yeri. Bəs niyə qiyamət qopmadı aşıq? Fələk tuşladığı ox nizələrin heç biri sinəmdən sapmadı aşıq.
ruhun nigarandır, darda qalmısan. Aşıq məzarına, qəbrinə qurban. Dərdin üstünə bir dərd də gəlir. İllərdir gözlərsən, səbrinə qurban. Dədə Ələsgərin bir sözü vardı. Fərhad şirin sevdi, yetim yaxşı yar. Saraşın bir arada yetim olubdu. Bəli. Yetim yaxşı yar, indi geniş dünya başıma dardı. Qələbə sorağı ruhun oxşuyar. Bax, belə bir şeir yazmışdım. Şükür indi aşığın məzarı da, onun yurdu da işğaldan azad olunubdu. Onun ruhu deməli Tək deyil, tənha deyil. Azərbaycan Yazıçılar Birliyinin üzvü Qızıl Qələm mükafatı laureatıdır. Ailəlidir, 2 oğlu, 3 qızı var. 3 övladı ali təhsil alır. Bir qızı Azərbaycan Dövlət Universitetinin tələbəsi, bir qızı isə orta məktəb şagirdidir. Elə bunların özü necə bir ziyalı ailənin təməlindən, kökündən soraq verir. Qaradağı, Təzkirə-i Qaradağıda yazır ki, Saraşıq əslən Cənubi Azərbaycanın Qaradağ mahalındandır. Qədim belə yazır. Tarixin yazmır, qədim zamanlarda Zəngəzur malının Həkəri çayının yaxınlığındakı Güləbir kəndinə sükuna edib. Ailə belə yazıb. Güləbir kəndinə gəlib. Ora gələndən sonra bizim kəndinin üzbəüz Maqsudlu kəndi vardı. Orada Yaxşı adında bir qıza deməli aşiq olur və onların haqqında bir sarı aşıq yaxşı dastanı yaranmışdı. Onun məhəbbət bayatıları dildən ağza keçərək bizim dövrümüzə qədər gəlib çatıbdı. Bayatılarda məsələn belə bayatılar var. Mən aşıq baxdı yarım, baxtımın taxtı yarım, üzündə göz izi var, sənə kim baxdı yarım. Mən aşıqam hasarı, sınıq köllüm hasarı, aşıq dərddən ev çəkmiş, qəmdən çəkmiş hasarı. Mən aşıqam möhürüz, gülü bağdan möhürüz. Sinən canamazımdır, hörük təsbih möhürüz. Sonra aşıq deməli haqsızlığa, ədalətsizliyə qarşı yazırdı ki, mən aşıqam gülə naz, bülbül eylər gülə naz. Zaman öyle zamandır, ağlayan çox, gülən az. Ay zamana baxmaz yaxşı yamana. O vaxtlar arpa yeyir, at həsrətdir samana. Saraşıq həqiqətən o 4 misralıq bayatıda möcüzələr yaradırdı. Deyir, mən aşıqam 100 qandı, bir oxudu 100 qandı. Kəbə yıxsan bir evdir. Könül qırsan 100 qandır. Sədağı tər, oxu tər. Sədaq saxlar, oxu tər. Atma müjgan oxunu. Qəm tünlükdür, ox itər. Ay bu. Qəm tünlükdür. Atma müjgan oxunu, qəm tünlükdür, ox itər. Allah sən saxla Allah. Belə möcüzəvi bayatıları doğrudan çox gözəl. Boş yerə qalmayıb Saraşıq. Onun tədqiqatçılarının bir neçəsini sadaladı. Bəli, deyim onu. Onun əsas tədqiqatçıları ən birinci Salman Mümtaz olub Azərbaycanda. Allah rəhmət eləsin. Şimal Azərbaycanda. Sonra Həmid Arastolov, Əhliman Axundov olubdu. Sədnik Paşayev olubdu. Bayaq dedik Hüseyn Kürdoğlu, İlham Qəhrəman yadıma düşər. Deməli, Sarı Aşıq məşhurlaşandan sonra çoxlu rəvayətlər danışıblar. Bizim kənddə onu yaxşı bilənlər, mənim riyaziyyat müəllimin Əliqulu müəllim vardı. Onun qonşusu ilə Həmid kişi idi, Möhsün kişi idi. Azad kişi saat durur, 90 yaşı var. Xeyli rəvayət, atam da danışırdı, müəyyən o bayatıların deyirdi. Kəndin girişində bir bayatı pavilyonu vardı. Girən kimi sol tərəfdə divarda bir qutu asmışdılar. Yanında deməli kağız, qələm qoyublar. Qubadlı cəmaatı, Şuşa, Kəlbəcər, Laçın, Zəngilan da oradan gəlib keçəndə, çay içəndə, çörək yeyəndə kimin onun haqqında bayatısı bilirdisə, baxın yazıb qoyurdular ora. Bir il toplanırdı, Səbahattin Eloğlu gəlib onu aparırdı. Yerlərdə çap edirdi. Çox gözəl ənənədir bu. Məşhurlaşan vaxtı Təbrizdən bir aşıq deyir ki, mən gedib Saraşıqla deyişib onu bağlayıb sazını almalıyam. Gəlir, həmin aşıq adı yadında deyir, görüş baş tutur Zəngilanın Məmmədbəyli kəndində, Arazqırağı kənddir. Orada Təbrizdə aşıq deyir ki, aşıq bənək-bənəkdir, xalı bənək-bənəkdir. Aşıq deyə bilərsən, Araz neçə sənəkdir. Saraşıq deyir ki, aşıq bənək-bənəkdir, xalı bənək-bənəkdir. Denən dayansın Araz, deyim neçə sənəkdir.
Gözəl. Sonra Təbrizdə Aşıq deyir ki, hər dağın öz dişi var, dərəsi var, dişi var. Aşıq deyə bilərsən, başda neçə tük olar. Sarı Aşıq qayıdır ki, hər dağın öz dişi var, dərəsi var, dişi var. Kəs başını vermənə deyim neçə tük olarsan. Təbrizdə Aşıq deməli məqsədinə nail olanmır, yəni onu bağlaya bilmir. Yox, Sarı Aşıq haqq qaşığı idi təbii. Doğrudan haqq qaşığı idi. Hətta belə bir haqq qaşığı ilə bağlı rəvayət var ki, deyir bir dəstə adam yığışıb gəlir, bunu yanına gəlmək istəyirlər ki, görək buna sual-cavab eləyək. Müəyyən şeyləri deyək. Bunu bilməsə bu haqq qaşığı deyil. Bunu tonqalda yandırarıq. Deməli bunlar yola düşürlər. Rəvayətə görə bu aşığa məlum agah olur. Aşıq deməli bir dəstə quru çırpını vurur qoltuğuna. Yola düşür həmən adamlar gələn tərəfə. Yolda qarşılaşırlar. Bu adamlar soruşur ki, ay adam, burada Sarı Aşığı birdən tanıyarsan, bilmirsən harda olur, kim, hansı tərəfdə olur? Deyir, tanımanam, görmənəm, bilmənəm. Əslində deyir, tanı mənəm, görmənəm, bilmənəm. Bunlar bir şey başa düşürəm. Deyir, tanımanam, görmənəm, bilmənəm. Gələn adamlar deyir, qoltuğundakı çırpı nədir? Sarı Aşıq da şəhərdi ilə gedib bunlara tərəf. Deyir, məni yandıranda qoy, ocaq yaxşı yansın da. Siz məni yandırmağa gəlirsiniz. Deyir, başa düşdük, Sarı Aşıqsan, sizə bir sualımız var. Bax, bu boğaz inəyi də gətirmişik. Deyə bilərsən, bunun qarnındakı bala erkəkdirmi, dişidirmi, rəngi nədir? Deyir, onu şəhərdim cavab versin, desin, tam düzgün deyilməsə mən deyərəm. Şəhərdi deyir ki, bu erkək buzovdur, sarıdır, qaşqadır. Aşıq deyir ki, erkək sarı olmağın düz dedi. Amma o qaşqanı belə gördü ki, onun buzovun quyruğudur. Gəlib onun alnında dayanıbdır, buzovun quyruğu çağaldır, yəni ağdır. Quyruğu çağaldır, gəlib anasının bətnində, deməli, alnında dayanıbdır. Həqiqətən deyir, inəyi kəsirlər, rəvayətdir də. Yəni, bunun haqq qaşıq olmağı ki, həqiqətən sarıdır, erkəkdir və buzovun quyruğu çağaldır, yəni ağdır. Güləbird deyiləndə birinci yada düşən Sarı Aşıqdır. Cinas Bayatılar ustadı, haqq qaşığı Sarı Aşıq, Zəngəzur mahalında və eləcə də Azərbaycanda, Türk dünyasında Sarı Aşıq və yaxşı dastanı ilə tanınır. Ədəbiyyat biliciləri Salman Mümtaz, Həmid Araslı, Əhliman Axundov, Qarabağı, Əmin Abid, Bəhlul Behçət onun yaradıcılığını yüksək qiymətləndirib, əsərlərini çap elətdiriblər. Aşıq suda mar kimi, oynar su damar kimi, sızıldatdın aşıqi, yağa su damar kimi. Güləbird cəmaatının, siz demişkən bayaq, yazarı, söz duyğu adamları çoxdur. Bunlar daha çox hansıdır? Güləbirdəndir, yoxsa Qara Dağlı mahalından gələn tayfadan? Deməli, inanırsız Avdı müəllim, elə onların hansı ki, o sözə, saza səsi var, hətta onların bəzilərini yaxşı oxuyurlar, qələm əhlidir, onların çoxunun kökü gedir Qaradağa çıxır. Qaradağa çıxır. Məsələn, onların birini sizin tanıyırsınız, Malik Fərruq, Allah rəhmət eləsin. Gözəl şairdir, yaxşı jurnalistdir. Bax, Malik Fərruqun anası həmən o Oruç Məmmədlər deyilən, bəyəm xala Oruç Məmmədləndir. Elə mənim anamla əmi qızı düşürlər, əmizadə düşürlər də. Malik Fərruqun, Sabahəddin Eloğluydu. Oradan çıxan Rövşən Atakişoğlu var, tanıyırsınız. Yaxşı tanıyır. Onun bir neçə şeir kitabı var. Onun da anası həmən, atası Novruzallardandır Rövşən mənim. Anası ama Oruç Məmmədlər nəslindəndir. Yəni oradan da genetik olarak saz söz birbaşa o Qaradağ mahalından gələn adamlarda daha çox idi. Yaxşını aşığa vermirlər, onu əmsi oğluna vermək istəyirlər. Hətta aşığı öldürmək istəyirlər. Aşığa o yaxın adamları deyir ki, bir müddət o Arazqırağa kəndlərə getsin, orada indi bunu sizi öldürmək istəyirlər. Nəsə aşığı belə təbliğatla aşıq gedir ora. Bu yaxşını da əmisi oğluna vermək istəyəndə özün qayadan atır, intihar eləyir. Bu Maqsudlu kəndində 2 qəbirstanlıq vardı. Biri öyle adi adamlar qəbirstanlıq. Bir də ki, nakamlar qəbirstanlığı deyirlər. Yəni o uşaq vaxt ölənlər, ailə qurmayanlar. Yarım bir yaxşını da nakamlar qəbirstanlığında dəfn edirlər.
Aşıq bunu eşidir, gəlir onun qəbri üstündə deyir, bir nalə çəkir, heç ondan sonra çox yaşamır. Elə bayatını da, onun vəsiyyət bayatısıdır. Deyir, mən aşıq tərsinə qoy, tərtəni tərsinə qoy. Yaxşını qibləsinə, aşığı tərsinə qoy, elə onun vəsiyyətindən. Belə deyirlər. İndi yurtlarımız Allaha şükür ki, azad olunubdur. Onların məzarı azad olunubdur, ruhları şaddır. Yenə də onlar bərpa olunasıdır və yenə də ora ziyarət yeri olasıdır. Haqqa iman gətirənlər. Təbii. Bizim inanırsan orta məktəbdə ədəbiyyat tədbirlərinin çoxunu elə Saraşığın o abidəsinin yanında keçiririk. Çox elə örnəkli bir yerdədir, çox gözəl. Güləbird cəmaatının Saraşığa münasibəti necə idi? Çox 8 para kənd deyirdiniz. Bəli. Güləbird cəmaatının əksəriyyəti Saraşığın bayatıçıları mən uşaqdım. Onlardan eşitmişdim. Mən aşıqam hasarı, sınıq könlüm hasarı, aşıq dərddən qəm çəkmiş, ev tikmiş, qəmdən çəkmiş hasarı. Mən uşaqdım, bunu Humay kişi deyəndə eşitmişdim. Onun çoxlu bayatılarını bəziləri yadıma düşmür deyəm. Amma cəmaat elə bir adam olmazdı ki, Sarı Aşığın, məsələn, mən aşıqam Hakərim, dada yetiş Hakərim, dünyalar sənin olsun, mənə bəsdir Həkərim. Deməli, Sarı Aşıq Qaradağ mahalından olsa da, o çalıb çağırdığı Zəngəzur mahalında, Qarabağ torpağında elə bir kənd yer yoxdur ki, onun adı o bayatılarda deyir, aşıq bir buğda gördü, buğdanı dığda gördü, gözəli çanaqlıda, igidi tuğda gördü. Deməli, təsvirini verir, kəndin pasportunu. Bütün o Qarabağın, Zəngəzurun elə bir kəndinin adı yoxdur ki, onun bayatılarında olmuyor. Çox gözəl, biz elə yaxşı ki, Sarı Aşığın söhbətinin üstə çox dayandı. O bizim mənəvi pasportumuzdur. Azərbaycanın da, Laçının da, Güləbirtlilərin də və bütün Türk dünyasının mənəvi pasportudur. Əvvəlki vaxtlarımız çox çətinlik olub. Təxminən 7-8 il. Amma cəmaat zəhməti ilə, dişi ilə, dırnağı ilə özünə ev-eşik düzəldib. Yəni şükür Allaha ki, indi üzümüz o tərəfədir. Böyük qayıdış başlayıbdır. Bizim kəndə də yavaş-yavaş tikirlər. İnşallah tez bir zamanda 1 ilə 2 ilə bildiyiniz kimi Ağdama köçüblər, sonra Cəbrailə xeyli, ondan sonra nədir Füzuliyə, nədir bu? Xeyli rayonlara qayıdış olubdur. O cümlədən inşallah Laçına da. İnşallah. Bütün bunların yekununda, bütün bu danışdıqların və stolun üstündə səpələdiyimiz kitabların arxasında bir müəllif var, Cəbrail Qəhrəmanov. Bəli, Avdı müəllim. Özünüzü təqdim edərdiniz tamaşaçılarımıza, ixtisasınızı, yaradıcılığınızı və maşallah ixtisas və fiziksiniz, fizikasınız. Baza təhsil, Bakı Dövlət Universiteti rahat danışarsınız. Bu kitablar nədir? Sevgin olmasa dərd yaranar mı? O yurda sevgidən, oradan aralanmaqdan, o sevgidən aralanmışlığın böyük dərdimiz yaranıb. Onunla bağlı mənim xeyli o qürbət, vətən həsrətli şeirlərim yarandı. Mən onları topladım. Dünya Sevgi Yaşında adında şeirlər kitabım çıxdı. Dəqiq elmlər sahəsində deyim ki, Azərbaycanda birinci dəfə olaraq fizika alimlərinin deməli irsini tədqiq eləmişəm mən. Onların da məşhur fizika akademiki Abbasqulu Abbaszadə uzun müddət bir burada bir kitab var. Həmən Abbasqulu Abbaszadə deməli bunun irsini tədqiq eləmişəm. Çox böyük fizika alimi. Bunun da əsli Cənubi Azərbaycandan, Təbrizdəndir. Pedaqoji Universitetdə prorektor olub. Deməli uzun müddət, 30 ildən çox deməli kafedra müdiri olub. Bu adam güclü fizik olub. Özü çox düz adam olub.
Düşüncələr İşığında adlı kitabımda esselər yazmışdım. Müxtəlif həyat hadisələri, təbiət, cəmiyyət hadisələri. Mən esseləri toplayıb Düşüncələr İşığında və ondan sonra deməli Ömür bitər, yol bitməz kitabı burada əsasən həmin o 1-ci Qarabağ müharibəsində olan hadisələrdir. Kəndimizin tarixi ilə, nəsillərlə, şəcərə ilə. Mən birinci dəfə deməli 2021-ci ildə kəndə gedəndə mənim bir şagirdim Vüqar İmranov yaxşı bir vəzifədə işləyir. Məni maşını ilə apardı. Belə gözü yaşardı, dedi müəllim, nə gözəl ad qoymuşsunuz. Oradan da ömür bitər, yol bitməz. Biz o yolla yenə gedirik. Yol bitmədi, biz Güləbirdə gedirik. Deməli o kitabda onlardan bəhs olunur. Dünya sevgi yaşındadır, şeirlər kitabım çıxıb. Və axırıncı deməli mənim Torpaqlar işğaldan azad olunandan sonra Dağların təbəssümü şeirlər və esselər. Bu ədəbi antologiyanın da Laçın şəhərinin deməli 100 illiyi ilə bağlı, Laçın şəhəri deməli 1923-cü ildə yaranıb şəhərin bünövrəsi. Adını da Tağı Şahbazı Sümür qoyub Laçın. Abdallar imiş, orada Abdallar adına bir yer varmış. Həmən yerdə Laçın salınıbdır. Deməli Laçının 100 illiyinə həsr olunmuş antologiyada mənim də bir 4 şeirimi bu kitabda bir son deməli 300 ildə Laçının yazarlarının Saraşıq başda olmağına, Mir Həmzə Nigarı başda olmağına orada deməli öz əksini tapıbdır. Nə qədər əlləşib çalışsaq da sonumuz qara torpaqdır. Çəkilişi yekunlaşdırıb üz tutduq Minə ananın qəbrini ziyarətə. Gəlib dayandılar 5 il əvvəl torpağa bastırdığım ömürgün yoldaşımın qəbri ilə üz-üzə. Aranı 2 metr məsafə ayırır. Üzü qəbirlərə baxanda sağ tərəfdə Minə ananın qəbridir, sol tərəfdə isə Sümüzər xanımın. Gəl indi zərurətə çevrilən təsadüflərə inanma. Qəbirlərimiz də doğmalaşdı Cəbrayıl müəllim. Görgahımız üz-üzə, göz gözədir.